Salam əziz abituriyentlər, mən Azər Quliyev. 2 mart tarixində din buraxılış imtahanı keçirib. Mən də bu imtahana düşən qrammatika suallarının izahatını verməyə çalışacağam. İlk qrammatika sualımız 7-ci sualdan başlayır. Choose the correct interrogative sentence. Bizdən burada doğru sual cümləsini seçməmizi istəyir. A variantı: How many slices of bread you eat every morning? Sual tamamlığa verildiyi üçün mütləq köməkçi feilə do, does, am, izar və s. ehtiyac vardır. Burada köməkçi feilimiz olmadığı üçün A variantı yanlışdır. Eynən B variantına baxdığımızda B variantda köməkçi feili yoxdur. B variantda yanlışdır. C variantda how many slices of bread you do eat every morning? C variantda köməkçi feilimiz var, do. Amma köməkçi feili yanlış yerdə işlənib. Köməkçi feili mübtədadan əvvəl, yəni you-dan əvvəl işlənməli idi. Ona görə də C variantı da yanlışdır. D variantında how many slices of bread do you eat every morning? Sən hər səhər neçə dilim çörək yeyirsən? D variantı doğrudur. Köməkçi feili var və öz yerində işlənib. Y variantında how many slices of bread eat do you every morning? Y variantında köməkçi feili var, amma əsas feilimiz, yəni eat öz yerində işlənməyib. Eat you-dan, yəni mübtədadan sonra işlənməli idi. Ona görə də Y variantı yanlışdır. Doğru variantımız C variantdır. 8-ci sualda choose the correct tense form. Doğru zaman formasını seçin. Invited guests 2 hours ago. Burada ego sözünü görürük. Ego əvvəl mənasına gəlir və bizim açar sözümüzdür. Əgər bir cümlədə ego sözü varsa, bilin ki, bu cümlə mütləq past simple-də, yəni keçmiş say zamanda olacaq. Ona görə də burada doğru variantımız arrived, yəni B variantıdır. B variantına bir işarə qoyaq ki, B variantı bizim doğru variantımızdır. 9-cu sualda choose the correct pair of synonyms. Doğru sinonimlər bizdən soruşur. Bütün bəndləri itirməyəcəm, bütün bəndləri oxumayacam vaxt itirməmək üçün. Burada doğru variant edəcəm. Y variantı bizim doğru variantımızdır. Tired, exhausted hər ikisi də yorğun, tükənmək mənasına gəlir. Y variantı doğru variantımızdır. Keçirik digər sualımıza, yəni 10-cu suala. 10-cu sualda choose the correct option. Doğru variantı seçin deyir. The children painted the fence. Uşaqlar hasarı rəhlədilər. Variantlara baxdığımızda görürük ki, bu sual əvəzi sualdır. A variantı yourself, sənin sizin özünüz deməkdir. B variantı himself, onun kişi cinsi özü deməkdir. C variantı themselves, onların özləri deməkdir. D variantı herself, onun qadın cinsi onun özü deməkdir. Y variantı myself, mənim özüm deməkdir. Uşaqlar olduğu üçün, uşaqlar hasar rəhlədilər, uşaqlar olduğu üçün A, B, D, Y variantı olmayacaq. Çünki uşaqlar sənin özün, uşaqlar onun özü, uşaqlar mənim özüm çəpəri rəhlədilər olmaz. Yəni biz burada bu variantları çıxırıq. Yerdə qalır C variantı themselves. Yəni uşaqların özləri hasar rəhlədilər. Burada doğru variantımız C variantı olur. Gəlirik 11-ci suala. Choose the pair of nouns in singular. Burada təkdə olan isimlərin sırasını bizdən istəyir. A variantı monkeys, meymunlar deməkdir, cəmdədir. A variantı olmaz. B variantı balls, toplar deməkdir, cəmdədir, olmaz. C variantı meal, yemək, flower, gül, ikisi də təkdədir. C variantı doğru variantımızdır. D variantında tools, alətlər deməkdir, cəmdədir, olmaz. Y variantında glasses, eynək deməkdir. Eynək iki tərəfli olduğu üçün ingiliscəsində cəmdə sayılır. Ona görə də Y variantı olmaz. C variantı doğru variantımızdır. 13-cü sualda bizdən choose the correct exclamatory sentences. Doğru nidə cümlələri istəyir bizdən, seçməmizi istəyir. Nidə cümlənin izahatı biraz çox vaxt alacağı üçün mən sadəcə bəndləri deyib keçsəm, növbəti videolarımda isə bunun haqqında geniş bir izahat verəcəm. Burada doğru variantımız 1 və 4'dür. What a clever dog it is. How clever the dog are. D variantı burada doğru variantımızdır. Hansı sualların izahatı çox vaxt alacaqsa, həmin sualların qısa cavablarını deyib keçirəm ki, çox vaxtımız getməsin.
10-cu sual make up a sentence. Bizdən cümlə qurulmasını istəyir. Burada doğru variantımız Y variantıdır. Cümləmizi quraq və tərcümə eləyək. Y variantını götürdüyümüzdə when Mr. Reed arrived in Brighton, he took a taxi to the hotel. D. Tərcüməsi belədir. Yəni Y variantımız doğru variantdır. Belə qoyaq ki, tam görülsün, doğru variantdır. 14-cü suala gəlirik. Choose the correct option. Bu article sualdır. Mount Fuji located on island of Honshu is highest mountain in Japan. Bu sualda birinci, axırıncı boşluğa baxaq. Highest deyir. Highest sifətin üstünlük dərəcəsidir. Həmişə sifətin üstünlük dərəcəsinin qarşısında da article işlənməlidir. Da article olmayan bəndləri çıxırıq. Yəni burada D, Y, B çıxılacaq. Yerdə qalır A və C variantları. Article mövzularını tam izləyəndə bunun izahatını verəcəm. Dağlardan nə zaman işlənər, nə zaman işlənməz, onun izahatını verəcəm. Ona görə burada qısaca deyəcəm ki, Mount Fuji qarşısında da article işlənməz boşluq olacaq. Mount Fuji located on the island of Honshu is the highest mountain in Japan. C variantı burada doğru variantımız olacaq. Gəlirik 15-ci suala. Choose a correct option. Mother asked her daughter a glass of water. Burada 11-ci sual baxırıq ki, münasib tutamlıq mövzusudur. Münasib tutamlıqlarda bəzən ikinci feil tutarlar, bəzən tutalmaz, bəzən ayıncı alar və s. Burada as feili elə bir feildir ki, ondan sonra ikinci feil mütləq özdən sonra tutalmalıdır. Və münasib tutamlıqlarda ikinci feil zamana və şəxsə və zamana görə dəyişməz. Burada doğru variantımız qeyd etdiyim kimi B variantıdır. 16-cı sual. Choose the correct option. He put a lot of sugar in his coffee. Burada he üçüncü şəxsin təkindədir. Bir, iki sadə zamanda olanda feil S alır. Burada put feili S almadığı üçün və görürük ki, bu sual bu keçmiş zamandadır. Bəndlərə baxdığımızda görürük ki, sualımız son duay, nadir duaylara aid olan bir sualdır. Və birinci cümləmiz inkar cümlə olmadığı üçün biz solu və ya tulu cümlədən istifadə edəcəyik. Əgər inkar cümlə olsaydı, nadir cümlədən istifadə edəcəkdik. Birinci variantda baxırıq bəndə. So did my mother bir doğrudur. 2. So didn't my mother 2 yanlışdır. Çünki solu cümlədə köməkçi feil inkar formada olmaz. Ona görə də biz yanlış qoyuruq. 3. Mrs. Does did to. 3-də to var. Yəni ikinci cümlə tulu və solu cümlə olması lazımdır. 3 doğrudur. 4-də isə nadir olduğu üçün 4 də yanlışdır. Doğru cavabımız 1 və 3-dür. 1-3-ə işarələyək. Gəlirik 17-ci suala. Choose the correct conjunction. Doğru balacığım bizdən soruşur. I can't go with you. Mən səninlə gedə bilmərəm. I am busy. Mən məşğulam. Do, also, before, because, as soon as var. Do baxmayaraq deməkdir. Also da baxmayaraq deməkdir. Əgər biz burada mən sənə gedə bilmərəm, baxmayaraq ki, mən məşğulam, bu mənsiz bir cümlə olur. Yəni A və B olmaz. Mən sənə gedə bilmərəm, əvvəl mən məşğulam, gedə olmaz. As soon as armaz kimi mənasına gəlir. Gələr, gəlməz, gedər, getməz və s. As soon as da qoysaq yanlışdır. Və burada ən doğru variantımız D variantıdır. Silək. Mən səninlə gedə bilmərəm və ya sizlə gedə bilmərəm. Çünki mən məşğulam. D variantı doğru variantımızdır. Gəlirik 18-ci suallar. Choose the correct option. The furniture
very expensive. Burada xəbər mübtəda uzlaşmasıdır. Furniture tək olan isim olduğu üçün ya is olması lazımdır ya da was olması lazımdır. A, B, C, D bətləri cəm isimlə işləndiyi üçün doğru cavabımız bizim burada Y variantıdır. Yəni ilk 4 variantı silirik və Y variantı doğru variant olur. Diğer sualımıza gəlirik. Yəni 19-cu suala. Choose the correct modal verbs. Doğru modal fe'lər bizdən istəyir. The kids get up early. They have no lessons today. İkinci cümlə bizim üçün açar cümlədir. Onların bu gün heç bir dərsləri yoxdur. A variantını qoysaq, don't have to. Uşaqlar erkəndən qalxmamalıdırlar. Onların heç bir dərsləri yoxdur. Bəli, dərslər yoxsa erkən qalxmalarına ehtiyac yoxdur. Bir doğrudur. 2 ought to deyir. Malı deməkdir. Uşaqlar erkəndən qalxmalıdırlar. Bundan onların heç bir dərsləri yoxdur. Dərslər yoxsa niyə erkəndən qalxsınlar? 2 də olmaz. Üstdə have'ın to'su yoxdur, yanlışdır. 4'də shouldn't malı deməkdir. Uşaqlar erkəndən qalxmalıdırlar. Onların bu gün heç bir dərsləri yoxdur. 4 doğrudur. 5'ə baxaq. Must malı deməkdir. Uşaqlar erkəndən qalxmalıdırlar. Onların heç bir dərsləri yoxdur. 5'də olmaz. 1 və 4 doğrudur. Hər ikisini qoyduq da. Uşaqlar erkəndən qalxmamalıdırlar. Yəni erkəndən qalxmalarına ehtiyac yoxdur. Çünki onların heç bir dərsləri yoxdur. Burada 1-4 B-dədir. 4 orada silinib. Yəni 4 orada olmalıdır əslində. Ona görə də doğru cavabımız B variantıdır. Gəlirik diğer 20-ci sualımıza. Əslində 20-ci sual salınmaması daha yaxşı olardı. Biraz orada çaşdırıcı bir məqamdır. Çünki orada in English, at English söhbətləri var. Bunlar belə bir dərin mövzudur. Onları inşallah növbəti imtahanda mən sizə izah edəcəm. Amma qısacası bunu deyim ki, qutdan sonra ət olduğu üçün he is good at playing tennis. Doğru variantımız burada C variantıdır. 21. sualda choose the correct passive voice version of the sentence. Burada bizdən cümlənin doğru pasif formasını istəyir. When did they take the entrance exams? Onlar nə vaxt qəbul imtahanına, giriş imtahanına, yəni onlar nə vaxt qəbul imtahanı, giriş imtahanları oldu, belə tərcümə edək. Və baxır ki, bu cümləmiz keçmiş sayılı zamandadır. Keçmiş sayılı zamanda pasif voice-u was və ya were ilə düzəlirdi və feil üçün verb 3 formasına keçirdi, 3-cü formasına keçirdi. A variantına gəldiyimizdə when were the entrance exams been, burada been var. Keçmiş sayılı zamanın məchul növündə been olmaz, yəni been taken olmaz. Yəni been plus üstə gəl feil üslü forması diye bir şey olmaz. Gəlirik B variantına when were taken the entrance exams deyir. Burada cümlə quruluşu yanlışdır. Yəni entrance exams taken'dan əvvəl olmalıydı. B variantı yanlış variantdır. C variantı when were they taken the entrance exam pasif voice, yəni məchul növdə mübtəda sadəcə by sözündən sonra işlənə bilər. Onu da obyekt əvəzindən keçir. Obyekt əvəzinin forması keçir. Ona görə də C variantı da yanlış variantdır. D variantında when the entrance exams were taken. Burada yəni cümlə quruluşu yanlışdır. Were the entrance exams əvvəl olmalıydı. Ona görə də D variantı da yanlış variant kimi götürülür. Y variantında when were the entrance exams taken. Y variantı doğru variantımızdır. Gəlir 22-ci sualımıza. 22-ci sualımız choose the correct option. David was than his classmates. 22-ci suala baxırıq ki, sifət bölməsinə aiddir. Sifətin müqayisə formasını bizdən istəyir. Burada
A variantında toler deyir. Biri ki, sifətin müqayisə dərəcəsində tək hecalı sifətlərin müqayisə dərəcəsi ondan sonra IA. Yəni Azərbaycan isə R hərfi artmaq düzəlir. Toler tək hecalı sifət olduğu üçün A variantı burada doğru variantdır. Və B variantında more toler deyir. Tək hecalı sifətlərin qarşısında more artırılmaz yanlışdır. B variantı tall ayrı dərəcədədir. Yəni C variantı da yanlışdır. D variantında most tallest, Y variantında the most tall deyir. D və Y variantındakı most sözlər olduğu üçün yanlışdır. Çünki most sifətin üstünlük dərəcələrində işlənir.